Deməli, daha bir sübut hal-hazırda 20 noyabr saat 8:19 dəqiqə 2025-ci ildir. Bir müddət bundan öncə YouTube'da elədiyim paylaşma əsasən bu iki dənə blogerin üstünə atdılar qumar oyunlarını yenə izitirmək məqsədi ilə. Keçdik yenə TikTok'a. Zirvəsini Dubayın parlaq ışıqları altında şansını kəşf et. Hər oyunda qalib olmaq imkanı. Adrenalinin zirvəsini hər an yaşa. Dubayın parlaq ışıqları altında şansını kəşf et. Hər oyunda qalib. Bir daha qeyd elədiyim kimi, sosial şəbəkələrlə dövlət müqaviləsi olduğuna görə hüquq mühafizə orqanları sosial şəbəkələri idarə edə bilirlər. Lazım gəldikdə. Bir müddət bundan öncə Daxillər Nazirliyində oturan polkovnik, ləyaqətsiz bir şəxs, hansı ki Ənvər Xəlilovun əli ilə, Elçin adında həkimin əli ilə, İlham adında ilə, Orxan adlı şəxsin əli ilə mənim evimi yandırdılar Balaqusar ərazisində. Bu barədə Əbülfət Rzayev məlumat vermişəm. Sadəcə olaraq həmən Kənan Hacıyevin və bu bandanın, baş əməlçisi İbrahimin, İlqarə adlı özünü avtoritet sayanın oğlu Turaldır. Onların törətdiyi cinayətin izini itirməyə yenə çalışırlar. Onlar istədilər həmən cinayətləri atsınlar blogerlərin üstünə ki, qumar oyunları blogerlərədir. Amma əslində bu şəxslər öz cinayətlərini dövlət müqaviləsi olmaqla sosial şəbəkələrin idarə edilməsinə əsasən edirdilər. Və mən yenə bu qumar oyunlarını blok atmağıma baxmayaraq yenə mənim qabağıma çıxır. Çünki mənə bir növ belə deyək də bu adamlar güya ki mənə pul təklif etmək istəyirlər. Sadəcə olaraq onların qumar oyunları idi, cinayətlərin bir hissəsi olub vəssalam.